xolesterin rəqəmlərini yoxlamalıyıq. Ürək yoxlanışı üçün ən vacib 3 analiz hansılardır? Biz ümumi xolesterin yoxladanda xolesterin tərkibindəki pis xolesterin barədə məlumatımız olmur. Ona görə də yaxşı olar ki, lipid profili və yaxud da lipid spektri dediyimiz bütün xolesterin rəqəmlərinin yoxlanmasını nəzərdən keçirdək. İkinci növbədə ApoB dediyimiz analizdir. Çünki bizim üçün xolesterin yükündən də önəmli. Həmin o yükü daşıyan hissəciklər də çox vacibdir. Yəni demək istədiyim odur ki, ola bilər ki, pis xolesterin hətta norma daxilində olsun, amma o pis xolesterini daşıyan elementlər daha çox olsun. Onda da damar divarının zədələnmə ehtimalı artır və damar tıxanıqlığı artmış olur. Növbəti etapda isə high sensitivity, yəni yüksək həssaslıq dediyimiz C-reaktiv zulalın yoxlanması da vacibdir. Bu nəyə görə yoxlanılır? Çünki LDL rəqəmləri, yəni pis xolesterin rəqəmləri dediyimiz rəqəmlər normal olduqda belə yenidən infarkt və insult keçirmə riskləri yaranır. O zaman sual yaranır ki, bizim pis xolesterimiz norma daxilindedir. Bəs niyə xəstələndik? Bunun da əsas səbəbi altda yatan dediyimiz kimi ApoB hissəcikləri, yəni o hissəcikləri daşıyan hissəciklərin daha da çox olmağı və yüksək həssaslığı C-reaktiv zulalın artıq olmağıdır. Bu barədə ətraflı YouTube kanalımda izləyə bilərsiniz və rəy bölməsində öz rəylərinizi yerləşdirin, mütləq cavablandıracağam.